Bu video 16+'dür. Balacalar, çəkilin görüm ekran qabağından. Ailə münasibətlərindən, ailə dəyərlərindən danışacağım bugün. Yox, narahat olmayın. Ay Avropa belə, müasirlik belə, ailə belə, o buradan gəldi, bu buradan getdi eləməyəcəm. Saqqız kimi çiynəyib uzatmayacağım mövzunu. Mən sizi çağıracağam ki, gəlin bu kitabı oxuyub Nilsin həyatını görək. Onda hamımız başa düşəcək ki, həqiqi ailə dəyərləri nədir, həqiqi ailə olmaq nə deməkdir. Burada 8-ci məktəbi dəyişən Nils adında bir uşaq var və gəlir məktəbin qabağına deyir ki, oho, təzə məktəb, təzə fürsətlər, əladır, məşhur olmaq üçün əla fürsətdir və gəlir məşhurluq üçün atası ilə olan macəralarını danışır. Atamla falan yerə getdik, mən atam falan şeylədir, mən atam buradadır, mən atam oradadır. Problem orasındadır ki, dərd orasındadır ki, bu uşaq atasının kim olduğunu ümumiyyətlə bilmir. Ondan daha böyük dərd odur ki, heç anası da bu uşağın atasının kim olduğunu bilmir. Başda da var kitabın 16+ hissəsi bundan sonra. Kitabda ümumiyyətlə əxlaqa, ailə münasibətlərinə zidd olan ümumiyyətlə heç nə yoxdur bu kitabda. Çünki biz ananın yox, uşağın həyatını oxuyuruq. Biz bu kitabda Nilsin həyatını oxuyanda görürük ki, ata obrazı hansısa bir uşaq üçün nə deməkdir? Ata nədir? Olmayanda uşaq necə olur? Nils bullying eləyən uşaqdır. Aləmi dağıdır, heç kimlə yola getmir, sözə baxmır. Anası da, ay mənim gözəl oğlum, sən niyə belə oldun axı? Eləyə-eləyə, o üzə qaçır, bu üzə qaçır. Ana öz kefində. Heç uşağı vecinə də almır. Elədiyi tək şey, ay Nils, sən niyə beləsən deməkdir. Bax, bu bizə sırınan müasirlik anlayışı. Bu kitabı da çox gözəl formada göstərilib. Bu kitabı ona görə deyirəm ki, böyük yaşlar oxumalıdır. Çünki balaca yaş qrupları onsuz da bu kitabı oxuyanda o humoristik dilindən o qədər qəşəng dili var ki, oxuyacaqlar, güləcəklər, örtüb qoyacaqlar qırağa, heç başa da düşməyəcəklər ki, söhbət nədən gedir. Ola bilsin ki, bəlkə şuur altlarına nəsə yerləşdirər, o da başqa bir məsələ. Amma mən istəyirəm ki, bu kitabı daha düzgün düşünə bilməyi bacaranlar oxusunlar. Gənc qızlar oxusunlar, gənc oğlanlar oxusunlar, valideyn olmaq istəyən şəxslər oxusunlar bu kitabı, görsünlər ki, bugün atılan hansı addım gələcəkdə təkcə onların yox, onların uşaqlarının həyatına necə təsir eləyəcək? Nə izlər qoyacaq? Bugün verilən qərarlar, atılan addımlar, əşi nə olacağı deyilib, elənən adi hərəkətlər. Hamısı sabahımız üçün qoyulan pilləkənlərdir ki, biz istəsək də, istəməsə də sabah o pilləkənə ayağımızı qoymalıyıq, qoyacaq. Bu kitabı oxuyub Nilsə gülmək başqa şeydir, Nilsin yaşadıqlarına gülmək başqa şeydir. Nilsi oxuyub, Nilsi tanıyıb, can ay bala demək tamam başqa şeydir. Bu kitabı ona görə oxumalıyıq ki, hansısa balaca bir uşaq niyə bullying eləyir başa düşək. Hansısa balaca bir uşaq niyə özün arzu olunmaz hiss eləyir başa düşək. Və insan özün arzu olunmaz hiss eləyəndə nələrə əl ata bilər, bax onu başa düşək.